Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz müsəlman bacı qardaşlarım. Bugün Allahu Teala'nın bizlərə göndərdiyi, lütfetdiyi Kur'an-ı Kerimdən Ali İmran surəsi 103-cü ayəni sizlərə ərz edəcək və onun açıqlamasını verəcəyəm. Estağfurullah billah. وَاَغْتَسِمُوا بِحَبْلِ اللّٰهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا. Sadaqallahu aleyhi. Yani Allahu Teala, Allah Azimüşşan burada bizlərə bu ayətdə anladır ki, ey Müslümanlar, ey Müslümanlar, ey Allah'a inananlar, Allah'ın ipindən möhkəm yapışın hamılıqla və o ipdən ayrılmayın, yani o təfriqəyə düşməyin, parçalanmayın, bölünməyin. Allah-u Teala'nın burada bizlərə bu ayətdə bizlərə anlattığı şeyin aslı, yani onun mənası budur ki, burada bir hikmət var. El arasında deyildiği kimi sürüden ayrılan kuzunu qurt qapar. Yani biz ne kadar bir olsak, bir Müslümanlar olarak, müminler olarak bir olsak, bir yumruq olsak, bizlere şeytan ve şeytan orduları yanaşa bilməz və bizləri parçalaya bilməz. Bizlərin arasında ihtişaş və fitnələr sala bilməz. Yox, ayrı fikirlərə düşsək, birbirimizə, yani qalanın içindən o qala dağılsa, yani çöldən o qala daha da tez dağıla bilər. Onun üçün də Rabbimiz bu ayədə bizlərə Allah'ın ipindən sıxı yapışmağı, yani möhkəm yapışmağı, tövhid, yani Allah'ın birliyinə, onun peyğəmbərlərinə, onun mələklərinə, kitablarına, hamısına iman edib, yani ortaq dəyər olaraq hamısına iman edib və bizi hamımızı bütöv saxlayacaq o şeylərə hamımız iman etməliyik və bu iman çərçivəsində qalmalıyıq və digər təfriqələrə, digər şeylərə bölünməməliyik. Allah-u Teala bizləri bunu burada əmr edir. Yoxsa biz parçalansaq, biz dağılsaq, bizləri şeytan və şeytan ordusu tez məğlub edər və həqiqətən də aləmi İslam parçalana bilər və aləmi İslam hüsrana, böhrana uğraya bilər. Onun üçün də aləmi İslamın, dinimizin və ümum İslam coğrafiyasının ayaqda durması və daha da yüksəlməsi üçün, daha da gözəlləşməsi üçün bizlərin bir-birimizə yani mehriban olmağımız və Allahu Teala'nın ipindən sıxı-sıxı yapışıb bu yolda çiyin-çiyinə addımlamamız lazımdır. Bu istəyir bütün əqidələr olsun, istəyir bütün məzhəblər olsun. Əslində belə baxdığımız zaman bizlərin çox fərqi yoxdur. Təfərrüatlardadır fərqlər. Əsasən biz bütün məzhəb və əqidə olaraq Allah-u Teala'nın birliyinə, onun peyğəmbərlərinə, onun kitablarına, onun mələklərinə, qədərin Allah'tan olduğuna, yəni qədərə, axirətə, xeyrin, şərin ondan olduğuna iman etmişik. Deməli biz hamımız müsəlmanıq, hamımız birik. Biz yani o, bu deyilik. Biz hamımız bir Müslüman, bir yumruq olmalıyıq. Allah-u Teala bizləri bunu əmr etmiş və bunda da bir hikmət var. Biz həmişə bir olsaq, bir yumruq olsaq, həqiqətən də bu həyatda çox şeylər başara bilər və İslamın nurunu hər yerə yaya bilərik. Yox, parçalansaq, təfriqəyə düşsək, öz içimizdə savaşlar, qırğınlar versək, qeyri-müslimlər, məsələn, İslamı başqa gözlə görəcək, ancaq elə qırğın, ancaq qan tökən bir din kimi görəcək. Mülhidlər isə təbii ki, hər yer, yəni zəif bir nöqtəmiz olduğu üçün ancaq ora hücum edərək bizi daha da dağıdacaqlar. Ona görə də əziz bacı qardaşlarım, müsəlmanlar, Allah-u Teala'nın bu əmrinə gəlin ittiba edək. Rabbimizin bu əmrinə ittiba etdiyimiz zaman həqiqətən də həm bu dünya, həm də axirətdə, hətta qəbirdə belə biz mutlu, məsud ola bilərik. Esselamu Aleyküm və Rahmetullahi və Berekatuhu.